kök hüceyrə bankı reestr necə qurulmalıdır? Kök hüceyrə nədir? Bilirik ki, kök hüceyrə yaşam boyu özünü yeniləmə xüsusiyyəti olan, limitsiz bölünə bilən və yetkin hüceyrələr çevrilə bilən hüceyrələrimizdir ki, kök hüceyrəndə növləri vardır, əldə edildiyi yerə görə və fərqləşmə xüsusiyyətinə görə. Əldə edildiyi yerə görə, fərqləşmə xüsusiyyətinə görə kök hüceyrələr ayrılır. Totipotent hüceyrələr, pluripotent hüceyrələr və multipotent hüceyrələr. Totipotent hüceyrələr tək başına bütün orqanizmanı əmələ gətirə bilən kök hüceyrələrdir ki, yumurta ilə sperm birləşdikdə mayalanma baş tutduqdan ilk 4 bölünmədən əldə edilən hüceyrələrdir. Pluripotent kök hüceyrənin totipotentdən fərqi tək başına bütün orqanizmanı əmələ gətirə bilmir, lakin 200-ə yaxın kök hücrə növünə çevrilə bilir. Multipotent kök hüceyrə isə daha limitli sayda hüceyrələrə çevrilə bilən hüceyrələrimizdir ki, kök hüceyrəni bir də əldə edildiyi yerə görə ayırırıq ki, deməli, embriodan əsasən biz əldə edirik süni mayalama mərkəzlərindən. Sadəcə olaraq embriodan əldə edilən kök hüceyrə mərkəzlərini istifadə etmək çox etik deyil. Sadəcə bəlli bir çalışmalar üçün istifadə olunur etik kurul onay olduqdan sonra. Yetişkindən əldə edilən kök hüceyrələrimiz və fetusdan, düşük edən qadınların fetusundan əldə edilən kök hüceyrələrimiz. Bizim ümumiyyətlə çox eşitmişik ki, kök hüceyrə ümiddir, kök hüceyrə gələcəkdir. Artıq tibbin bir çox alanlarında kök hüceyrə istifadə olunur. Lakin bizim indi danışacağımız mövzu multipotent olan, yetişkindən əldə edilən hematopoietik kök hüceyrədir. Hematopoietik kök hüceyrə qan kök hüceyrəsidir ki, qanın digər hüceyrələrinə çevrilə bilən deməli kök hüceyrədir. İlk dəfə Rus histoloq 1908-ci ildə bu terimi tanımlanmışdır. 1978-də isə ilk kəz göbəkçəyəsi qanından izolə edilmişdir. Artıq kök hüceyrə transplantasiyası bir çox xəstəliklərin müalicəsində istifadə olunur ki, qan xərçəkləridir, limfomalardır, irsi anemiyalardır, talisemiya kimi immun çatışmazlıqlar və irsi metabolik xəstəliklərin müalicəsində istifadə olunur. Transplantasiyanın da bir neçə növü var ki, bizim əsasən istifadə etdiyimiz, deməli, autoloq və allogenikdir ki, autoloq deməli transplantasiyada sağlam bir insandan kök hüceyrəni toplayıb pasiyentə köçürürük ki, bəs yaxşı bu autoloq transplantasiya zamanı biz sağlam donoru hardan əldə edirik, necə tapırıq sağlam donoru? Allogenik transplantasiyada, yəni uğurlu bir transplantasiya üçün uyğun donor, ideal bir donor, HLA toxuma tipləri uyğun, 5 lokus ABC dəyəri DQ şəklində uyğun bacı və qardaşdır. Hətta son yayınlar 10-da 10 deyil də 12-də 12 uyumun daha uğurlu bir transplantasiya gətirib çıxartdığını göstərməkdədir. HLA-lar nədir? HLA deyirik də, HLA bizə deməli 6-cı xromosomda yerləşən ilk kəs leykositlərdə kəşf olunan human leukosit antigenlərdir ki, HLA-larımız deməli valideynlərimizdən bizə %50 olaraq köçürülür ki, belə ki, ötürülür daha doğrusu. Belə ki, əgər bir ailədə bir xəstə dünyaya gəlibsə, bu xəstəyə HLA uyğun donorun tapılması %25-i təşkil edir. Misal üçün, belə bir ailədə bir xəstə doğulsa, ona uyğun donor tapılma ehtimalı %25-dir. Lakin hər kəs bu qədər şanslı deyil, hər kəsdə deməli uyğun bacı-qardaş donoru tapılmır. Bəs belə olan harda biz nə edirik? Uyğun bacı-qardaş yoxdursa, daha geniş ailə skrininqi edirik ki, bura deməli əmi, dayı və ya digər qohumlar daxildir ki, və biz Türk populyasiyonu olaraq qohum evliliklərindən dolayı dezavantajı avantaja çevirərək o %25 oranını 30-lara qədər geniş ailə skrininqlə %30-lara qədər çıxarda bilirik. Əgər tamam, ailəni taradıq, bacı-qardaş yoxdur, daha geniş ailə skrininqində də uyğun donor yoxdur, o zaman nə edirik? O zaman milli və ya beynəlxalq donor banklarına müraciət edirik. Kök hüceyrə bankı nədir? Hər kəsdə belə bir mif var, təsəvvür var ki, kök hüceyrə bankında hər hansı bir ürün saxlanılır. Xeyr, kök hüceyrə bankında hər hansı bir ürün saxlanılmır. Orada sadəcə sağlam insanın toxuma qruplarının məlumatları saxlanılır. Bu bir softwaredir. Sadəcə onlayn şəkildə softwaredə sağlam donorların məlumatları saxlanılır. Kök hüceyrə bankının məqsədi nədir? Xəstəyə HLA tam toxuma qrupu uyğun donor tapmaqdır.
Nəyə görə bəs bir banklara ehtiyacımız var? Çünki haşiyala gen bölgəsi çox polimorfik bir gen bölgəsidir və bildiyimiz kimi sinif bir sinifliklərə ayrılır ki, və bu haşiyalalar fərqlər arasında etnik mənsubiyyətə görə də paylanması və tezlikləri fərqlidir. Hətta an etibarıyla deməli 1997-ci il 1987-dən 2024-ə qədər görürsünüz ki, ildən ilə bu polimorfik zona artmaqdadır və hər an yeni bir allellər kəşf edilir və reyestrə daxil edilir. Bəs ilk donor dünyada necə yaranmışdır? İlk dəfə 1970-ci ildə Van Rood Almaniyada bir qan köçürülmə ilə bağlı bir konqre olmuşdu ki, bu konqredə belə bir təklif edir. Biz necə ki, qan donorlarının reyestrini saxlayırıq, həmin bu qan donorlarının deməli, toxuma tipləndirməsini edərək haşiyala uyğun trombosit donoru və ya kök hüceyrə donoru kimi bir reyestr əmələ gətirək. Və bundan sonra ilk kəz dünyada deməli ilk donor bankı Antoni Nolan deməli donor bankıdır ki 1971-ci ildə Wiskott-Aldrich sindromlu bir uşaq dünyaya gəlir və o zamanki şərtlərlə deməli anası qan donorlarını təşviq edərək belə bir kampaniya yaradır və müəyyən bir reyestr oluşturur 1974-cü ildə və dünyanın ilk donor bankı bu şəkildə yaranır. Təəssüflər olsun ki, 1978-ci ildə Antoni Nolana donor tapılmış, uşaq vəfat edir. Toparlayacaq olarsa kök hüceyrə bankı, donor mərkəzi, toxuma tipləndirmə laboratoriyası, kök hüceyrə toplanma mərkəzi və sümük iliyi transplantasiya mərkəzi ilə koordinəlik bir şəkildə işləməlidir. Donor mərkəzi donorların qəbulu üçün önəmlidir. Donor ilk olaraq donor mərkəzinə yaxınlaşır, məlumatlandırılır, müayinə edilir, onam formu imzalanır və bir tüp qan alınır. Daha sonra alınan həmin o tüp qan toxuma tipləmə laboratoriyasına gəlir, analiz edilir, raporlanır və reyestrə daxil edilir. Kök hüceyrə toplamı əgər uyğun donor tapılarsa xəstəyə, daha sonraki mərhələdə isə kök hüceyrə toplama mərkəzində donorun kök hüceyrələri toplanır ki, bu da donorun istəyinə bağlıdır. Məsələn, kök hüceyrəni iki şəkildə toplayırıq. Biz Fevzi hocam bəhs etdiyi kimi bir periferiyadan, bir sümük ilindən. Klinisyen deyə bilər ki, mən periferiyadan və ya sümük ilindən toplamaq istəyirəm, lakin burada son qərar donorun qərarıdır. Donor özü qərar verməlidir ki, kök hüceyrəni necə vermək istəyir. Və ən son isə deməli təbii ki, sümük ili transplantasiyasıdır. Bəs kimlər donor ola bilər? Az öncə yenə Fevzi hocam 18-60 yaş arası dedi, amma biz banka olaraq düşünürük ki, daha gənc olmalıdır donorlar. 60 yaşında bir donor olsa, zaten 5 yıl sonra reyestrdən çıxmalıdır. Ona görə çalışılır ki, daha gənc insanlar donor olsun, sağlam olsun, xroniki xəstəliyi olmasın, hepatit B, C, HIV və SIF testləri negativ olan şəxslər olsun. Nümunə alındıqdan sonra toxuma tipləndirmə laboratoriyasına barkodla gəlir. Çünki heç bir şəkildə laboratoriya işləni və ya donor mərkəzi donorun kimliyini bilməməlidir. Həmin o barkodla klassik metodlarla ya da yeni nəsil sekvenləşmə ilə haşiylə tipləndirilməsi edilir. Sonra deməli raporlanır və nəticələr reyestrə daxil edilir. Reyestrə də bu şəkildə barkodla nümunələr, raporlar daxil edilməlidir və daxil edildikdə burada xəstə üçün bir donor axtardıqda bizə bu şəkildə tablo çıxır. Əgər uyğun donorlar varsa, məsələn, burada artıq bir neçə donorun siyahı çıxmışdı mən verdiyim nümunədə. Bu həmin raporlar klinisyənə göndərilir. Klinisyen buradan özünə uyğun donoru seçir və ondan sonra təsdiq edici testlərdən sonra donorun da razılığından sonra kök hüceyrələr toplana bilər. Təkrar yenə bir nəzər salsaq, toplasaq, yəni donor gəldi, məlumatlandırıldı, nümunə alındı, uyğunluq varsa daha detallı check-up olundu. Check-up olduqdan sonra kök hüceyrə seçimini tərcih etdi. Daha sonra isə kök hüceyrə xüsusi çatdırılma ilə transplantasiya mərkəzinə çatdırıldı. Bu çatdırma bəlkə də kənardan asan göndərə bilər, lakin çatdırma o qədər də asan deyil. Çatdırılmanı eğitimli kuryerlər etməlidir. Nə zaman, kim tərəfindən çatdırıldığı rapor edilməlidir və bu qədər deməli karmaşanın arasında da donorun kimliyi gizli qalmalıdır. Heç bir şəkildə xəstə ilə donor bir-birini tanımamalıdır və sadəcə əməliyyatdan sonra bir il ərzində isimsiz, anonim şəkildə məktublaşa bilərlər. O da kök hüceyrə bankı aracılığı ilə olmalıdır.
Milli Bankda ilk öncə deməli donor axtarışı əlbəttə ki Milli Bankda olur. Milli Bankda axtardıq, donor yoxdursa o zaman Dünya Donor Bankına müraciət edilir ki, Dünya Donor Bankı World Donor Association bura hər bir ölkədən olan banklar üzv olur. Təbii ki hər bankda deyil, akreditə olan deməli banklar üzv olur. Üzv olduqdan sonra Dünya Donor Bankı bunların hansı şərtlərlə könüllü donor saxlanmasının qeydiyyat sistemini, xəstə donor təqimini, bunların etnik, texnik, maliyyət standartlarını dəstəkləyən və mənfəət güdməyən beynəlxalq bir qurumdur. VMDA-nın deməli ilk kəs VMDA indi deyirik ki, bütün verilərimiz bizim softwaredədir, bir onlayn deməli yazılım sistemindədir. Lakin təbii ki, o zamanlar yazılım sistemi yox idi. O zamanlar VMDA-nın sadəcə ilk kəs yarandıqda 8 üzvü var idi və hər ildə bir dəfə qazet çıxırdı, jurnal çıxırdı və bu jurnalda üzv olan deməli ölkələrdən könüllü donorların siyahısı olurdu ki, hansı ölkədən donor bankı varsa onlara bu jurnal göndərilirdi və onlarda özlərinə uyğun donoru seçirdilər. 8 ölkə ilə başlayan deməli Dünya Donor Bankının hazırda deməli 57 ölkədən deməli üzvü var ki, 57 ölkədən hətta deməli 101 dənə yəni 57 ölkədən 31 dənə fərqli kök hüceyrə bankları bura üzvdür. Yəni bir ölkədən bir neçə kök hüceyrə bankı üzv ola bilər. Hətta Türkiyə, yəni qardaş ölkə Türkiyədə 3 dənə kök hüceyrə bankı var. Ankarada Tran, Türkiyədə TRİS və Türkkök. Eyni zamanda bir ədəd də Ankarada göbək ciyəsi, yəni çift qan donor bankları vardır. Təəssüf ki, biz hələ bura üzv deyilik. Və Dünya Donor Bankının statistikasına baxarsaq, 2023-cü ilin məlumatlarına görə %47 insan, yəni əməliyyat olan insanlardan %47-si öz ölkəsində, yəni nə ailəsində, nə ölkəsində donor tapmayıb, digər ölkələrdən əməliyyat olmuşdur. Bu çox ciddi bir rəqəmdir. Düşünün, heç bir şəkildə ailəndən, ölkəndən tapmadığın donoru sən başqa bir ölkədən tapırsan. İstatistikə baxsaq, ən çox donor hangisi qitədədir belə baxsaq, təbii ki, birinci yerdə Avropa gəlir və buna əsasən də 10.000 kişi başına düşən saya baxsaq, birinci yeri yenə Avropa tutur və az öncə bəhs etdiyimiz kimi könüllü donor kök hüceyrəni necə verəcəyini seçə bilər. Bu yenə könüllü donora bağlıdır və VMDA-nın 2023-cü ilin məlumatlarına görə yenə əvvəllər sümükliyə, məsələn 1997-ci ilə baxa bilərsiniz, sümüklə verilən kök hüceyrə çox idisə, artıq 2023-cü ildə bu qırmızı ilə olan aferezlə verilən kök hüceyrələrdir ki, aferezlə verilən kök hüceyrələr üstünlük təşkil etmişdir. Azərbaycanda kök hüceyrə bankı, təəssüf ki, Azərbaycanda kök hüceyrə bankımız yoxdur, amma Milli Hematologiya Transfuziologiya Mərkəzinin Talasimiya bölməsində ölkənin ilk və tək toxuma tipləndirmə laboratoriyası var və biz burada sadəcə ailə içi donorları tarıyırıq. İndiyə qədər, 2014-cü ildən indiyə qədər 4000 resipient, təbii ki, burada resipient və donorlar da daxildir. 4000 tipləndirmə edilmişdir, klassik və yeni nəsil sekvenləşmə üsulları ilə. Və ümid edirik ki, biz də öz donor bankımızı qurub gələcəkdə Dünya Donor Bankına üzv ola bilərik. Yenə söylədiyim kimi, gələcəkdəki hədəflərimizin arasında ilk Milli Kök Hüceyrə Bankının yaradılması, akreditə olmuş toxuma tipləndirmə laboratoriyası, Dünya Donor Bankına inteqrasiya və Göbək Ciyəsi Bankının yaradılmasıdır. Və son olaraq demək istəyirəm ki, donor axtarma ümumiyyətlə samanlıqda iynə axtarmağa bənzəyir. Çünki həm haşelanın çox polimorfik olmağından, həm bizim yəni hələ də bir bankımızın olmadığından və Dünya Donor Bankına üzv olmadığımızdan və belə bir məlumatı sizinlə bölüşmək istəyirəm ki, bugün etibarilə donor olsanız, zaten hər hansı bir xəstəyə uyğun gəlmə ehtimalınız %5'dir. Yəni bu da deməkdir ki, hardasa bir 8 il sonra hər hansı bir xəstəyə uyğun gələ bilərsiniz. Diqqətiniz və səbriniz üçün təşəkkür edirəm.